Bizim bu istifadə edirik əsas Rode-un mikrofonu, DJI mikrofonu, wireless mikrofonlarını istifadə edirik. Hollandin də var, Godox'un da var, hamısının var, çoxdur. Onların hamısının üstünə belə loqolar zat həmişə görünür. Həmişə mənim heç xoşuma gəlmir adamlar. Məsəl üçün, güya keyfiyyətli bir video çəkiblər, güya bir səviyyəli bir video çəkiblər. Amma burada bu boyda mikrofon dayanır belə. Belə bir şeyi biz heç bir müştərimiz ömür boyu eləmirik və heç kimə də məsləhət görmürük ümumiyyətlə. Çünki bu görüntü, professional görüntü olduğunu biz düşünmürük. O mikrofonu gizlətmək mümkündür. Onların özlərinin lavalier dediyimiz mikrofonları var. Bizim hamımızın öyrəşdiyi petliçka dediyimiz mikrofonlar var. Onu məsəl üçün içəri gizlətmək olur. Görürsünüz, məsələn, səs gəlir. Çünki mən mikrofonu içəridə gizlətmişəm. Yəni, o görünmür. Əslində, normal görüntü bu formada olmalıdır. Yəni, bu formada səsi yazmaq lazımdır. Amma burada bu boyda mikrofonla səs yazmaq professional video çəkilişində məsləhət deyil. Amma indi Insta360-ın bu məsələsi, mikrofon məsələsi. Deməli, onlar belə yumru quru kimi 20 qəpik boyda bir mikrofon buraxıblar. Mikrofonun üstündə e-ink var, ekran var. Bu mənim planşetimin ekranı kimi elə bil. Və ora sən telefonla qoşulub, istəsən öz loqovu qoy, istəsən orada ad yaz, istəsən prosta qara ekran qoy. Nə istəyirsən elə. Necə istəyirsən ekranı dəyişdirə bilirsən, çox uzun məsafədən səs yaza bilir və Instanın bütün kameraları ilə qoşulub yaxşı şəkildə işləyə bilir.